Evvela bir şey qeyd edeyim ki, belə məclislərin təşkil olunması Azərbaycan musiqi mədəniyyətinin tarixini öyrənməkdə, həm də birinci növbədə milli qürur, milli qeyrət, milli namus məsələsini bir qədər xalqa yaxınlaşdırır, ayırdır. Xüsusilə bizim ziyalıları. Çünki milletin qaymağı ziyalıdır. Millete aparıcısı güvə ziyalıdır. Əgər ziyalı nankör olsa, düzəlirlər. Əgər ziyalıda təpər olmasa, yanılmaz Qarabağda gəlmişlər, derdi birden ata ona derler, bir gayretin olsun da, bir təpərin olsun da, kapı başımız. Şübhəsiz ki, bu mənim dostlarım məndən bilməsinlər. Çünkü bilirsiniz ki, çoxları mənə böyle nihilist deyirlər, yani heç nə bəyənləyən, inkar edən. Eğer ben her şeyi beğenseydim, her şeyi yeseydim, her şeyle hoşuma gelseydim, ondan ben Firidun Bey olmazdım. Birinci bu gecəni bundan da yaxşı təşkil eləmək var. Sonra bunların xətrinə dəysə də el yoxdur. Qoy məni öldürsünlər, bir ala görsün. Bunu daha da təşkil. Və mənim birinci arzum oydu ki, bunu gələ təşkil edəydik Şamaxıda, birinci növbədə. Şamaxı şəhəri. Əgər Qarabağ Qafqazın konservatoriyasınsa, Şamaxı Qafqazın akademiyası. Azərbaycanın qədim şəhərləri gəndə gözümün qarşısında Şamaxı dənir. Ona göre ki yok, bazı bizim İslam kardeşler düşünmesin ki bir burada Şamaxıda Şirvanlar oturur. Ona göre yok ki benim burada aziz dostlarım otururlar. Özde Şamaxıdan elə demesinler ki güya onlara yaxşı düşmək üçün. Xeyr, hiç de yok. Ona göre ki Şamaxı en azı 600 yıl Azerbaycan'ın payitahtı olur. Şamaxı'nın verdiği şahsiyetlerle zarafat olmaz. Bir sabit dünya poeziyasına versin. Bizim hem böyle geldim dahi şairimiz Nizami'den tutmuş Semet Vurgun'a kadar. Bu inci mesele Semet'ten sonra ben şehit tanıdım. Nizami'den tutmuş Semet Vurgun'a kadar bütün Azerbaycan'ın dahi şairlerini, başlarını üzermeyle başını, Daryakoğlu Cabbar'ın da hangisinin başını koyup terazinin bir gözüne, Sabir'in şoçala parmağı koyup bir gözüne. Sabir biraz da başta bir doğrusu onlarla en akılda Kurşun'u. Onlarla hiçbiri Sabir'le mukayese olamaz. Ben inandırırım sizi. Eğer Lenin Sabir'in iki kez şehrini okusaydı, derdi ki Rus İngilabı'nın yüzüsü Sabir'le. Ezzakan nar çatmıştı, ne kalırsa niye Rus İngilabı'nın yüzüsü var. Bak onlar her çatmıştı. Gün benim için ki ben Sabir'in yerlileriyle yüzde dayanmışam. Ben her Şamaxı'dan geçende ben gene maçını dayandıram, Seyyidəzmin qəbrini öpüp geçirəm. Düzdür, Sabir'in qəbri dağın o tarafındadır, Sünnülerin qəbristanlığında. Ona göre oraya gedəmirəm. Ama yolda gene Seyyidəzmin de böyük duadır. Çünkü Şamaxı torpağının, Şirvan torpağının Azerbaycan'a verdiği oğulları her sahada, poeziyada, ondan sonra elmide, musikide, her şeyde. Ona göre de Şamaxı. Hatta ben bir şey demek istedim, benim aziz, mehriban gelen dostum Ezzat Hanım. Eğer Azerbaycan'ı onda bedbahtlık bastı ki Şamaxı yandı.
Azerbaycan'ın payitahtını getirdiler, Bakı'ya götürdüler. Hatta Rus gubernatoru 4 ay red edip gelmek istemiyor Bakı'ya. Çünkü Şamaxı'nın zelzele olmağı, dağılmağı, payitahtına getmeye Azerbaycan halkının bedbaxtlığıydı. Biz Bakı'ya kökenden sonra adetimizi de içidik. Onunla dilimizi de içidik, musiqimizi de içidik. Her şeyimizi de Mahmud Ağa'dan danışırsınız. Ben bir şeyle onu yaxşı bilirsiniz. Ben sizden yüzlerle mektuplar alıram. Şamaxı cemaatinden, Şirvan cemaatine bir sefer burada gelir. Azerbaycan'ın her yerine varram. Ancak bana həmişə Şamaxı dinləyiciləri, Şamaxı tamaşaçıları məni maraqlandırır. Çünki mən qeyrəndə bu şəhərin qədimliyi ilə, bu şəhərin mədəniyyətimizə verdiyi inciləri inkar etmək olmaz. Ona mən fərq edirəm. Ona görə də eyni zamanda onu da qeyd etmək istəyirəm ki, Qarabağ düzdür, musiqimizin beşiğini bu sübut olunmuş bir işdir. Ancaq Qarabağla Şirvanın musiqi əlaqəsi, poeziya əlaqəsi olmağı təsadüfi deyildir. Mesela 19-cu əsrimizin ən böyük duası Seyyid Əzim Şirvani Qarabağ şairlərinə məndən yaxşı bilirsiniz ki, çox yaxın münasibətli olmuşdur. Və eyni zamanda Azərbaycanın qiymətli oğlu Mahmud Ağa. Və mən ona da fərq edirəm ki, ilk dəfə Mahmud Ağa'nın şəxsiyyətini kitablarında oxuculara mən tanıtırmışam. Onunla da mən fərq edirəm ki, Mahmud Ağa ilə mən məşğul olmuşam. Leningrad Akülündə, ondan sonra Tiflis, ondan Aşqabad, Səmərqənd və başqa yerlər. Mahmud Ağa böyük sivri, böyük şəxsiyyəti. Mahmud Ağa mən Haziranlı Tağiyev'in qəbir açılanda dedim, milyonerin de kişisi olur, çəkçinin de qodun olur. Əksinə, milyonerin de sarsan olur, çəkçinin de qeyrətisi olur. Mahmud Ağa'ya demək, varlıqsan, bu heç də kişinin var olar. Bəzən bana deyirlər ki, bugün məndən soruşdular ki, Şuşada kəsim olun, dedim xeyr. Dedim əsasın, dedim tənbəl olur. Ticarət şəhərində kəsim olanmaz. Ona görə də Mahmud Ağa'nın təsadüfü derdi ki, Seyyid Əzim Şamaxı bəylərini həcc edəndə, amma Mahmud Ağa'nı həcc edəməmişdir. Mahmud Ağa'ya qeybət vermişdir. Ona görə də Mahmud Ağa böyük sivri. Mən bilsəm ya bu məclisin nəyindən narazıyım, bu öz fikrimdir. Çünki qabaqda bizim ayrı məclislərimiz olacaq. Gəncə, Qarabağ, ondan sonra Bakı və başqa. Ona görə ki, mən istəyərdim ki, əgər müəlliflər mənlə hesablaşsaydılar, mən onlara belə kömək edə bilərdim ki, biz məclisi Şamaxı qaydasında, Mahmud Ağa'nın məclisi qaydasında qurardım. Mahmud Ağa şüşlərlə yatarmış, Seyyanla oyanarmış. Özü də Mahmud Ağa'nın xan qızı Natavanla uzun illər yazışması olur. Sadırşanın üstə. Bunlar əvvəlləri çox dost olurlar. Və ondan sonra gedib, gəliblər. Sonra Natavanın anası, mən hələ bunu tədbiq edəməmişim, amma bir arkivdə rast gəldim ki, Şamaxıda 1832-ci ildə məktəb yaradılanda Bədərcahan xanın yanılarının xan qızı Natavanın anası 150.000 manat pul vermişdir. Bu Qafqaz qəzetində yazılmış Şamaxı məktəbinin açılmağına. Şamaxı ilə Qarabağın əlaqəsi qədimdir. Mahmud Ağa'nın xüsusilə Qarabağ musiqiçiləri ilə. Günlərin bir günlə Mahmud Ağa Qarabağın Kərvansarasında olarkən, deməli, Ağdaşda o vaxtları Sadıqcan 18 yaşlı Qaryadoğlu Cabbarla gəlmişmiş ora toya. Qarabağın Kərvansarasında. Mahmud Ağa onu eşidib, özü ilə dəvət eləmişdir Şuşuya. İkinci dəvət, rəsmi dəvət eləmişdir 1884-cü ildə. Mahmud Ağa'nın Sadıqcan haqqında o qədər Mahmud Ağa'nın tarzənlərindən biri Humayun o qədər onu tərifləmişdi ki, aklına Mahmud Ağa öz qızıllı faytonu, öz ömründə deyil, bu faytona 2 adam bilmişdir. Bir Sadıqcan, bir də Alexander Dumas. Mahmud Ağa'nın qızıldan faytonu var. Özellikle Qarabağ xanlığı adlarıyla. Ona görə də öz faytonunu göndərmişdi Sadıqcanlar ötə. Sadıqcan məclisə gələndə o qədər gözəl çalmışdı ki, çünki bilirsiniz ki, o Azərbaycan tarımının atasıdır.
tabi rekonstrüksiyon şeyden çalışan olmuştur. İlk defa döşünen alan birisi için tabi Şərqdə, İran'da dizi üstə çalırdılar. Ona göre de Mahmud Ağalı bunu da evvel koşu gelmiştir. Birisi de bizim bu tayfada üzülürse bir millet kimi biz Türk'ük ama bir tayfa kimi Azerbaycan tayfasıdır. Bunu bilin. Böyle bir millet yoktur. Azerbaycan toprağın adıdır. Biz Türk'ük. Azeri Türk'üdür, Anadolu Türk'üdür, Kırım Türkleridir, Edirçay Türkleridir. Ben sizden karşı ederim. Moskva'da olanda akademik marşrutlar soruşun. Rusların prezidentinden. Volga ne demektir? Sizden karşı ederim. Yani sabah üstünüz Moskva'ya giden olacak. Her hamsi bir Rus aliminden soruşun ki Volga ne demektir? Şair esladı Edirçay'dır. Bizim nedir? Türk beyleri atlarını hemşe Volga'da sulamışlar. Saratov'da Sarıtağ'dır. Sarısında Sarısu'dur. Toplamışın paytaktıdır. Laflara artık açık demek lazımdır. Yoksa biz çiçi milleti demen bizim hiçbir şeyimiz yoktur. O düzler. Ona göre de Mahmud Ağa yani bizde o vaxtları Şamaxı Məclisində əsli Qarabağlı bulmayı görür ki Mahmud Ağa bunun xətrini çox istəyir, buna böyük qiymət verir, bunun nazıyla oynayır, qayıdır Şuşuya, başlayır Mahmud Ağa'nı da həcm eləməyə. Ondan sonra Sabıqşanı da. Ben de kitabında vermişim o həcmi. Özür Seyyidəddin bildiğiniz kimi həcmləri öləndə oğlu Cəfərə vəsiyyət edir ki, kafir etmə. Ben bir iki Şamaxlı geldi ki, Dürdün Bey, sağ ol nöqtələr qoymuşsan, Mahmud Ağa'nın o həcmində, nədir, Seyyidəddin onları dedim, yox. Bir de sen özün dedin. Ben 10 illi deyirəm. Bunu gələk məni görəsən sonra. Ona göre de demək istəyirəm ki, Seyyidəddin Mahmud Ağa Sabıqşan o qədər əsərləşir, bu məsələni eşidir. Mahmud Ağa'dan icazə almaq şərtiyle gedirəm Şuşa qalasına qayıdacağım, ama qayıtmır. O həcmin surətini də göndərir Şamaxıya Mahmud Ağa. Mahmud Ağa Seyyidəddini çağırır. Seyyidəddinə də Seyyidəddin bu həcmin cavabında belə dəhşətli bir həcm yazır. Aynı zamanda Humayni ifşa edir ki, yani Mahmud Ağa'nın sana gözlüğüne gelsin, sana adam eğer portalar çözən Mahmud Ağa olmuştur. Mahmud Ağa bu isimler şokunlardan aynı zamanda çok el açık. Hacı Zeynalabdin Tağıyev kim el açık olmuştur. Şamaxı'nın bir mədəni qabaqçı şəhər olmasında, su kəmərlərin çəkilməsində, kervansaraların, meşiklərin tikilməsində, körpülərin qurulmasında Mahmud Ağa'nın böyük rol olmuştur. Bunu biz inkar edemirik. Mahmud Ağa aynı zamanda Azərbaycanın ictimai dövlət tabiri kimi də məşhurdur. Bundan sonra Mahmud Ağa'nın en yakın xanəndəsi Hacısı olmuştur. Bir de Məşədisi, Qarabağlı. Yeri gelmişler ben Yaşar Lətifələr deyildi. Maalesef ben onu deyərdim. Bir lətifəsini deyil. Günləri bir gündə Bakı xanəndələrdən biri gedir Şamaxıdakı Mahmud Ağa'nı görsün. Onun için okusun. Birisi de Bakı ile Şamaxı'nın arası 125'dir. Bu piyada gelir. O da deveyle de pul olmuyor. Gəlir Şamaxıya çatır. Çünkü bilirdi ki Qafqazın her yerinde kim okuyan olsa gəlir Mahmud Ağa'nı qəbul edesin. Ona bulasın. Bu gəlir Mahmud Ağa'nın sarayına çıxır. Mahmud Ağa məclisdeymiş, öz qonaqlarına muğam gecəsini keçirilmiş. Deyir ki, bu nökər mənə deyirsən kimsən? Deyir, Bələqədəş. Deyir, nə Bələqədəşə? Deyir, xanəndə. Deyir, hələ Bələqədəş adlı xanəndə olmaz. Deyir, sənin nə işin var, sən Mahmud Ağa. Bunlar gəlirlər Mahmud Ağa deyirlər ki, ağa, Abşerondan bir xanəndə gəlir. Adı da Bələqədəş. Deyir, qələt edir. Xanəndənin adı Bələqədəş olmasın. Beşlik verir, qızın beşlik verin desin. Bu yazır getir. Üstürü keşmenim sesim var. Geldi haykır Mahmud Ağa. Mahmud Ağa deyir, sen ne istiyorsun? Deyir, ben gelmişim senin için okuyla besleyler, sen musikinin sərrafısan, lərzim, ben senden senin için olmazsın. Deyir, adı nedir? Deyir, Bələqədəş. Deyir, Bələqədəş adı at oğrusu olar. Xanəndənin adı ya Hacısı olar, ya da Məşədisi. Yani siz de sevirim. En sevimli xanəndələrdən birində Qaryadoğlu Cabbar olmuşdur. Bizim Azərbaycan Bakan Məktəbinin binarəsi müayən. Qaryadoğlu Cabbar Mahmud Ağa'nın.